Sən də sosial mediaya başlamaq istəyirsən, amma sıxılırsan, utanırsan. Utanın, sıxılın. Nə var bunda? İlk dəfə məktəbə gedəndə də sıxılırdıq. İlk elədiyimiz hər şeydə sıxılırdıq, yəni utanırdıq. Məndə ən azından elə idi. Qəbul eləsəniz ki, utanmaq normaldır. Çünki bu hər gün elədiyimiz bir şey deyil. Yolun yarısını getmiş olarsınız. Sizdə bu işi bacaranlarla ayıran tək şey o sıxılmışlıq, cəsarətsizlik olmamalıdır məncə. Mən necə bura gəldim onu deyim. Çünki düşündüm, bundan sonra maksimum 30-40 il yaşasam, 70 yaşıma qədər filan, yəni bir nəsə sonra zaten məni heç kəs xatırlamayacaq. Nə önəmi var ki? Başqalarının o qədər önəmi yoxdur. Çünki bir müddət sonra yəni o qədər önəmli deyilik, heç kəs bizi xatırlamayacaq. İstədiyiniz kimi yaşayın, yəni istədiyinizi eləyin, içində qalmağından daha önəmli deyil. Mənim bir qızım var, ailəm var, yoldaşım var. Mən onlardan ötürü yaşamaq istəmirəm açıqcası. Mən özümdən ötürü yaşamaq istəyirəm. Çünki tək öləcəm, tək doğulmuşam. Öz həyatım olsun, öz xəttim olsun istəyirəm. Öləndə düşünmürəm, kaş bunu eləyərdim, kaş bunu niyə eləmədim filan. Bunları düşünmək istəmirəm. Mən yaşamış olmaq istəyirəm. Özüm üçün yaşamaq istəyirəm. Qızım da elə olsun istəyirəm. Səhv eləyəcəksəm belə özüm eləmək istəyirəm onu da. Mənim səhvim olsun. Nə ola bilər maksimum? Bacarmadı filan deyərlər. Desinlər. Ən azından yoxladım. Başqa şey eləyərəm, bacaracağım, başqa bir şey taparam. Nəysə, bu tip videoları daha çox görmək istəyirsinizsə, kanalımı izləyə bilərsiniz.